qaralara tətbiq olunan tələdir. Deməli, Sicilyan müdafiəsi ağların E4, qaraların C5 gedişi ilə başlayır. Ondan sonra fiqurlarımızı inkişaf elətdirib at F3, qaralar D6, biz D4 oynadıqdan sonra piyadalar dəyişir, oynayırlar at F6, biz oynayırıq at C3, ondan sonra Sicilyan müdafiəsində standart gedişlərdən sayılan biri A6, biz oynayırıq deməli fil G5, fil G5 oynadıqdan sonra qaralar at D6 oynayır ki, F6-dakı atlarını müdafiə eləsinlər. Yəni J piyadası vurmasın və piyadalar qoşa piyada yaranmasın deyə at D7 oynayırlar. Bundan sonra biz oynayırıq deməli fil E2, fil E2 oynadıqdan sonra qaralar oynayır H5, qaralar oynayır H6, biz filimizi çəkirik H4-ə, bundan sonra qaralar da oynayır B5 gedişi, biz də burada oynayırıq artıq at D5 gedişini və burada deməli fillərini qoyurlar qaralar B7-yə və bu da qaraların ən böyük səhvi olur bu partiyada, bu debütda. Çünki B7 gedişindən sonra biz belə gözəl bir at E6 gediş eləyirik və burada da artıq görürük ki, əgər qaralar bizim E6-dakı atımızı vursalar, biz deməli H5-dən şah veririk, atdan götürdükdən sonra vəzirdən götürürük və G6 oynadıqdan sonra G6-dakı da piyadanı götürüb mat eləyirik. Yox, əgər bunu görsə rəqib, götürməsə, misal üçün vəzirini çəksə, burada yenə də qaralar üçün vəziyyət yaxşı deyil, çünki burada artıq mat olur və qaralar da burada məcbur olurlar ki, bizim atımızı götürsünlər. Götürdükdən sonra biz bir daha öz atımızı götürürük C7-dən və 2 qat zərbə eləyirik həm şaha, həm də ki topa. Burada şah çəkildikdən sonra topu da asanlıqla götürürük. Sicilyan müdafiəsinə qarşı belə oynaya bilərsiniz. Sağ olun, bu dərslik bu qədər.